Bismillahirrahmanirrahim. Elhamdülillah və salatu və selamu ala Rasulillah. Amma ba'd. Ən birinci həmişəki kimi Allahın bütün nemətlərinə görə Allaha çoxlu şükürlər olsun. Şükürlərlə başlayıram. Və Allah Taala'ya şükürlər olsun ki, bizi müsəlman yaratıb və bizi sağ-salamat bu mübarək aya çatdırıb və oruç tutmağı nəsib eləyib və müsəlmanların bir yerə yığılması, iftar süfrələridir, təravih namazlarıdır. Bunlar hamısı nemətdir, elhamdülillah. Və həmçində burada ibrətlər var ki, müsəlmanlar başa düşməlidirlər ki, bir yerdə olmalıdırlar həmişə. Bir-birinə qardaşdırlar, bir-birinə mehriban olmalıdırlar, yaxın olmalıdırlar, yaxşı olmalıdırlar. Və sonra, sevgili qardaşlar, artıq sabahdan axırıncı 10 gün, ən xeyirli 10 gün başlayır. Bilirsiniz ki, Resulullah sallallahu aleyhi və səlləm bu 10 günü çox çalışardı. İbadətlərdə daha çox çalışardı. Ümumiyyətlə, Resulullah sallallahu aleyhi və səlləm başqa vaxtlarda da ibadət çox eləyərdi. Yəni, çoxlu Quran oxuyardı. Ən çox ibadət eləyən, zikr eləyən idi. Amma xüsusən axırıncı 10 gündə fəzilət çoxdur və axırıncı 10 gündə daha çox çalışardı. Özü də ailəsini də qaldırardı, ibadətə dəvət eləyərdi və çox çalışardı axırıncı 10 gündə. Və alimlərimiz deyir ki, gündüzlərin ən xeyirlisi Zilhiccanın əvvəlinci 10 günüdür. Və gecələrin ən xeyirlisi Ramazan ayının sonuncu 10 günüdür. Və bilirsiniz ki, bu ayda xeyir çoxdur. Bu ayda Allah Subhanahu taala xeyir qapıları açıb, cənnətin qapılarını açır, şeytan zəncirlənir, cəhənnəmin qapıları bağlanır. Yəni, hiss edirsiniz, elə bil ki, bu ayda insanlarda da rahatlıq əmələ gəlir. Və çoxsu oruçdur, ibadət eləyir. Amma Ramazan qutaran kimi görürsən ki, daha çox sıxıntılar gəlir. Ona görə də güclü şəkildə çalışmalısan ki, Ramazandan sonra da davam edə bilərsən və bu fürsətdən istifadə edəsən. Bu 10 gün, son 10 gün fəzilətli gecələri var, Qədir gecələri və həm bilirsiniz ki, Ramazan ayında hər gün Allah Subhanahu taala hər gecə insanları oddan xilas edir. Və insanlar həmin o cəhənnəm siyasından çıxarır insanları və oddan xilas edir, cəhənnəm odundan xilas edir, elə bil ki, onları o cəhənnəm əhlindən uzaqlaşdırır. Yəni, cəhənnəm əhli etmir onları və Allah Subhanahu taala onları bir növ xilas edir. Və əlbəttə ki, bu hər gecə olur. Çalışmaq lazımdır ki, yenə hələ fürsət var, hələ yəni, xüsusən də fəzilətli gecələr var, fəzilətli 10 gündür və tək günlər daha, yəni, Qədir gecəsi olmasına ehtimal olunur. 27-ci gecə daha ehtimal olunan gecədir ki, həmin gecə mələklər nazil olur və həmin gecə əmin-amanlıq olur. Həmin gecə 1000 aydan xeyirlidir. 1000 aydan. 1000 ay 83 il eləyir. Təsəvvür edin ki, insan bir gecə ibadət eləyir, bir gecə dua eləyir və həmin gecə Allah Subhanahu taala onun üçün 83 il yazır. 83 il az deyil. Çox insan o qədər yaşaya bilmir. Yəni, sən onu xeyirlə yaşamış kimi olursan. Və ona görə bu günləri xüsusən çalışmaq lazımdır. İndi, yəni, xüsusən onun gizlədilməsinin bir hikməti var, Qədir gecəsinin. Gizlədilməsinin bir hikməti var, onu Allah bilir. Çünki insanlar həmin saatı oturub ibadət edərlər. Amma axırıncı 10 günün hamısı çalışır. Əlbəttə ki, Ramazanı da çalışmaq lazımdır, söz yox. Amma son 10 günü çalışırsan və sən o bir gecəni savabını qazanırsan, hardasa Allah bilir. Əlmühim, sən 10 günü gözləmə ki, 27-ci gecə, bəlkə ola bilər, 22-ci gecə də ola bilər, yəni 3 günlər də ola bilər. Tək günləri gözləmə. Axırıncı 10 gündə, yəni Resulullah sallallahu aleyhi və səlləmdir ki, axırıncı 10 gündədir. Və Allah Subhanahu taala və Rabbuka yaxluqu mə yəşə və yaxtar. Allah nə istəsə yaradır və kimi istəsə seçir, peyğəmbər eləyir, xeyirli insan eləyir. Və Allah Subhanahu taala hər şeyə qadirdir. Və Allah Subhanahu taala bilir, əzəli elminlə, əbədi elminlə və insanları yaradan Allah və onlara xeyir qapıları da açır. Və Allah Subhanahu taala ya biz dua etməliyik və ondan yardım etməliyik. Adicə, məsələn, hansısa bir işin dalıca gedirsən, o işi düzəlməsi üçün gedirsən, nə qədər əziyyət çəkirsən, gəlirsən və yaxud da ağız açırsan, gedirsən, yalvarırsan və insan Allah Taala'ya ondan da çox dua etmək lazımdır. O cür
olmaq lazımdır. Allah Taala'la o cür münasibətdə olmaq lazımdır ki, dualarında Allah Taala sənin dualarını qəbul etsin. Və həmin gecə dua var. Resulullah sallallahu aleyhi ve sellemin həyat yoldaşı və müminlərin anası Ayşə radiyallahu anhadan bir Resulullah sallallahu aleyhi ve sellemdən soruşdum ki, o gecə hansı duanı edeyim və dedi ki, Allahumma inneke afuvun tuhibbul afva fa'fu anni. Allahım sən bağışlamağı sevirsən, bağışlayansan və məni bağışla. Ən çox bu duanı edir. Son 10 gündə ən çox etdiyi dua. Və Resulullah sallallahu aleyhi ve sellem ümumiyyətlə gəlir ki, həyatında onun bəzi dualar var idi ki, onu həmişə çox eləyərdi Resulullah sallallahu aleyhi ve sellem. O dualardan biri nə idi? Rabbena atina fid dünya hasana və fil ahireti hasana və qina azabannar. Bu dünyada, ahireti də yaxşısını istəyir Allahın Rəsulu Allahdan və cəhənnəm odundan Allaha sığınır. Və yəni yaxşı nədir? Hər bir, yəni bu dünyada nə qədər iman da daxil olmaqla, din də və bütün xeyirlərin hamısı, yaxşıların hamısını istəyir. Həm də ahirətdə. Bu dünyada da, ahirətdə də ən yaxşıların verilməsini. Və ikinci dua nə idi? Ya muqalləbəl qulub, səbbit qalbi alə dini. Ey qəlbləri çevirən, mənim qəlbimi dinində sabit elə, qoruyub, saxla. Və bu gecə mələklər gəlir, həmin Qədir gecəsində illik qədərləri yazır. İllik. Ümumiyyətlə, Lövh-ü Məhfuz adlanan bir kitab var. Allah Subhanahu qələmi yaratdı, dedi, yaz bütün qədərləri. Soruşdu ki, ya Rabbi, nə yazım? Dedi ki, bütün qədərləri yaz. Nə yazılıbsa. Hətta sənin əlini, İbn Abbas radiyallahu anh deyir ki, hətta əlini yanağına qoymaq, söykəmək, o da nədir? Qədərdə yazılıb. Yəni, insanın hər bir hərəkəti, hər bir şey, yəni dünyada nə varsa, Allah Taala yeri yaratmamışdan 50 min il qabaq yaratdı və Lövh-ü Məhfuz adında kitabda qorunub saxlanır. Onlar hamısı yazılıbdır. Və orada bütün qədərlər hamısı yazılıb. Yəni, o umumidir. Və xüsusən oradan gəlir illik, yəni illik, yəni Qədir gecəsində illik gəlir və o ildə də kim istəyər ki, pis olsun onun üçün. Ona görə də çalışmaq lazım ki, dualarla Allah Taala'dan xeyir istəyəsən və sənin üçün xeyir yazılsın, bərəkətli yazılsın, xeyirli yazılsın, imanlı yazılsın və s. Və o sənin üçün illik nədir? Qədərlərdir. Orada ola bilər ki, məsələn, sənə nəsə bir pis bir şey gələrsə, sən onu dua etməklə hələ bir şeydə nədir? Dəyişilə bilər sənin qədərin. Yəni, ola bilər ki, nədir? Sənin qədərin dəyişilsin və yəni ona görə də çalışmaq lazımdır ki, bu gecəni duanla, ibadətlə keçirtmək lazımdır və illik qədərin, sənin nəyin varsa, ruzindir, nə əməllərdir, nələrdir, müsibətlərdir və yaxud da xeyirlərdir. Hamısı sənə, yəni müsibətlər səndən uzaq olsun, xeyirlər sənə yaxın gəlsin. Və ona görə də bu gecəni çalışmaq lazımdır. Həmçinin Resulullah sallallahu aleyhi ve sellemin əmsi gəldi Resulullah sallallahu aleyhi ve sellem yanına. Dedi ki, mənə bir dua öyrət. Yəni, elə bir dua öyrət ki, mən onu deyim. Və Resulullah sallallahu aleyhi ve sellem heç nə demədi. Günlərlə susur. Və bu da ədəb qaydasıdır. Resulullah sallallahu aleyhi ve sellem yəni Allahdan vəhiy gəlməsə danışmazdı. İndi məsələn, bugün görürsən ki, o qədər danışan var ki, bildi, bilmədi danışır, kim gəldi danışır, ona aid bir məsələ onunla danışır. Yəni, Məsud deyir ki, radiyallahu anhu, vaxt gələcək ki, indi deyir, danışanlarınız az, əməlləyənləriniz çoxdur. Vaxt gələcək ki, danışanlarınız çox, əməlləyənləriniz az alacaqdır. Və indi görürsən, hamısı danışır. Və Resulullah sallallahu aleyhi ve sellem heç nə demədi. Və yaxud da ki, kimsə məsələn, nədən, kimdənsə soruşur, o birisi də hamısından qabaq çıxır, başlayır danışmağa, ya artıq bir axıracan da heç qulaq asmır ki, görən nə deyirdi bu. Yəni, bunlar hamısı yəni, ədəbdən uzaqdır. Yəni, Peyğəmbər sallallahu aleyhi ve sellem, Allah Taala Quranda buyurur ki, Resulullah sallallahu aleyhi ve sellem sizin üçün ən gözəl nümunə idi. Və Abbas da Resulullah sallallahu aleyhi ve sellemin əmsidir. Dedi ki, mənə bir şey öyrət ki, Allahdan onu istəyim. Və deyir, günlərlə heç nə demədi, cavab vermədi. Və sonra yenə soruşdu ki, mənə bir şey öyrət ki, mən onu Allaha dua edeyim, mən onu Allahdan istəyim. Dedi, ey Resulullahın əmsi Abbas, Allahdan afiyət istə. Yəni, afiyət istə və dinin üçün, dünya üçün və axirətin üçün Allahdan afiyət istə. Yəni sabit olmaq, sağlam olmaq, həm əqidə məsələsində, həm cism məsələdə Allahdan afiyət istə. Həmsə bu sözü, duanı təkrar edib. Allahım, səndən afiyət istəyirik bu dünyada və axirət. Yəni, bu dünyada və axirətdə nədir? Səndən afiyət istəyirik. Yəni, bağışlama,
mərhəmət olunma, sağlamlıq, cismi sağlamlıq, ruhi sağlamlıq, əqidənin sağlamlığı. Və ona görə Allah Subhanahu taala buyurur ki, Allah Taala və huvəllazi yaqbalu təvbətə an ibadihi və ya'fu anis-seyyiati və ya'lam ma tef'alun. Allah Taala onlardan, qullarından tövbələri qəbul edir və onların günahlarını bağışlayır, pis əməllərini bağışlayır və nə etdiyinizdən də xəbərdardır. Allah Taala hər bir şeydən xəbərdardır və ona görə də inşallah bu ayın fəziləti haqqında müəyyən bir dedim, məlumat verdim, həm özüm üçün faydalı olsun, həm sizin üçün. Və bu ayda nədir? Çalışmaq lazımdır. Əsas odur ki, o qazanırsan. Bayaq dediyim kimi, sələflərdən birisi, sələflər bilirsiniz ki, keçmiş kimidir. Sələf sözü keçmiş kimidir. Yəni, İslamın qızıl dövrü. Peyğəmbər sallallahu əleyhi və səlləmin qızıl dövrü. Onlarla ki, birbaşa vəhiy nazil olurdu, Quran nazil olurdu, enirdi, Allah tərəfindən göndərilirdi və onlar birbaşa ona şahid olurdular və birbaşa nə edirlər? Onu başa düşürdülər və nəyə görə nazil olduğunu bilirdilər. Ona görə də sələflərimiz də onlar kimlərdir? Peyğəmbər sallallahu əleyhi və səlləm, onun sahabələri, yəni yanında olan adamlar, onlardan sonra gələn xeyirli insanlar ta bu günə kimi, qiyamət günə kimi. Və onların yolunu getmək lazımdır. Və orada sələfi alimlərdən birisi deyir ki, əgər görsən ki, dua edirsən Allaha, görsən ki, nəsə dua qəbul olmur, onda deyir, uşaq kimi istə. Uşaq kimi şey istədə, ağlayır, ta onu alanacan dayanmır, o cürmür. Yəni, ağla, Allahdan istə, bağışlanma istə, mərhəmət istə, bu dünya üçün, ahirətin üçün, sağlamlıq istə, hər şey istə Allahdadır, hər şey Allahın əlindədir. Heç kəsə heç nə verə bilməz sənə Allahdan başqa. Və yaxud da sənə bir bəla gəlsə, Allahdan başqa sənə onu heç kəs dəf eləyə bilməz. Və yaxud da onu sənə verilməlidirsə, o xeyri və onu sənə heç kəs yenə də qarşısını ala bilməz. Ona görə də bizim dinimiz çox gözəl və bizim əqidəmiz çox saf, təmiz, yəni bu cür şeylərə əmr edir. Yəni, baxırsan, subhanallah, bu günləri ədəb yox, əxlaq yox, hamısı video imanı, əqidə yox, elm yox, ondan bu belədir. Ümumiyyətlə, rububiyyə təvhidi, yəni ki, Allah Taala yaratıb yeri göy. Bunu hamısı qəbul deyil. Müsəlman da, qeyri-müsəlman, hətta müşriklər də, onlar dənizdə fırtınaya düşəndə başlayarlar deyə Allaha dua eləməyə. Elə ki, qırağa çıxırlar, başlayarlar öz bütlərinə dua eləməyə. Bilirdilər ki, orada fırtınaya düşəndə Allahdan başqa bunları xilas edən bir şey yoxdur. Yəni, rububiyyə təvhidi, yəni ki, bütün hər bir şeyin sahibi Allahdır. Elə ki, qırağa çıxırlar, artıq ona ibadət eləmək, artıq ondan yardım istəmək, artıq ona qurban kəsmək, öz bütlərinə kəsilirlər. Və bu olmaz. Yəni, Allah Taalaya olan sifətlər başqasına verilməz. Və Allahdan istəmək lazımdır. Yəni, sənin nə qədər arzuların var ki, sən fikirləşsən, səhər durub, axşam fikirləşsən ki, səhər durub filan işlər görürsən ki, sən fikirləşdirə olmur. Hamısı tam əksinə gedir. Çünki sən istəyən kimi deyil heç nə. Allah istəyən kimidir. Allah Taala sənə verir. Bütün şey, nə varsa sənə verilən, hamısı Allah tərəfindəndir. Və pisdirsə özündəndir, yaxşıdırsa özündən və şeytandandır, yaxşıdırsa Allahdandır. Və Allahdan istəyirəm ki, Allah Taala Fədanın evinə, malına, ailəsinə bərəkət versin. Allah qəbul etsin həqiqidə. Allah Taala salih evlatlardan eləsin. Və Allah Taala həmişə bura xeyrə yığışar. Və Allah Taala bütün müsəlmanlara kömək olsun. Sıxıntıda olan, ac olan, paltarsız olan, xəstə olan müsəlmanlara yardım eləsin Allah Taala. Və Allah Taala ölkəmizə əmin-aman içərisində etsin. Allah Taala düşmənlərimizi məhv eləsin. Allah Taala xəstələrimizə şəfa versin. Allah əsgərlərimizi qorusun. Allah Taala əmin-amanlığımızı qoruyanları qorusun. Allah Taala ölkə başçımızı qorusun. Onu xeyir üzərində etsin və onu haqq üzərində bütün işlərində kömək olsun ona və haqqın cəhətçisi etsin və Allah Taala ruzumuzu bol, bərəkətli, halal, rahat etsin. Allah Taala bizi çıxan çıxmayan xəstəliklərdən, bəlalardan qorusun. Allah Taala bizi azmaqdan və azdırmaqdan qorusun. Və Allah Taala bizə həmişə xeyir qapılar açsın. Allah Taala bizim bilə-bilə etdiyimiz, bilməyib etdiyimiz günahlarımızı bağışlasın. Allah Taala eşidən, bilən, görən, duaları qəbul edəndir. Allah razı olsun. Subhanakallahumma bihamdik, nəşhədən la ilahə illə əntə nəstəğfiruka və nətubu ileyk. Allah razı olsun.